Deməli belə, bugün sizə Medea haqqında danışacağım. Medea Yunan mifologiyasının önəmli qəhrəmanlarından biridir. Medea daha çox plan quran, nifrət dolu biri kimi anılır və bunun da altını doldura biləcək işlər görmüşdür. Yəni, bu tragediyanı iki nəfər ələ alıb, biri Evripiddir, səhərdən o adı öyrənməyə çalışıram. İkincisi isə Senekadır. Mən Senekanın yazdığı, belə deyim, şeir olanını daha çox bəyəndim. Amma ilk olaraq, ilk yazılan Evripidin yazdığıdır. Belə deyim də, əsər necə başlayır? Medea Yasona aşiq olur və ona kömək eləmək qərarına gəlir. Kömək əsasında öz qardaşının ölümünə səbəb olur. Və onlar evlənirlər, 2 uşaqları olur, amma Yason başqa birinə aşiq olur. Bu xəyanətə dözməyən Medea Yasonu cəzalandırmaq üçün ilk sevgilisini, sonra da 2 uşağını da onun gözü qarşısında öldürür və deyir ki, bunların ölümünə səbəb sənsən. Yəni sözüm bitirdi əslində bura. Bilmirəm nə deyim. Dediyim kimi Senekanın işlədiyini daha çox bəyəndim. Siz maraqlısınızmı Yunan mifologiyası, ümumiyyətcə mifologiya ilə maraqlısınızmı, hansı əsərlər oxumusunuz? Rəy bölməsində bölüşə bilərsiniz.